Salam aleyküm əziz babanlar. Hər birinizi Xaçmazdan, Qumlu kəndindən salamlayırıq. Son günlərdə hansı bağlara qələm vermişiksə, din vermişiksə, göz kimi olan, fərqi yoxdur, qələm kimi olan, onları gezib nəticələrimizə baxmağa çalışırıq. Bugün də Qumluldayıq. İnşallah xeyirli, uğurlu olsun. Mehman bəyin təsərrüfatındayıq. Bağbanlara özünə demirəm gələndə həmişə. Gedib birbaşa özüm nəzarət edib baxmaq istəyirəm. Bugün hələ Rəşid bəyin də ərazisinə deyildik. Demək olar ki, son 3 günü, 4 günü ancaq əraziləri gezməyə ayırmışam. Maşallah yaxşıdır. Biraz bəzi məsələlərdə Mehman bəy gecikmə eləyir. Məsəl üçün cırlan filan təmizlənməsində. Amma yenə də əladır. Xoşuma gəldi. Xeyirli olsun inşallah. Agronomla özləri məsləhətləşib işləyirlər. Pis deyil. Bir dənə tel atılıb burada əraziyə. Bax, burada əsas məsələmiz odur ki, bu cırla mütəmmadi təmizləmək lazımdır ki, bizim bu peyvəndim ağacımız bu böyüsün. Bizim ağacımız bu olacaq. Və bu il haradasa 3-cü telə gəlib çatmalıdır inşallah. Düzgün qulluq olunsa. Əlbəttə ki, burada belə afsaylarımız da olub. Bax, bu cücərib. Bilmirəm, burada nə məsələ olubsa kamerada tam istədiyim kimi fokuslamır, bilməm nəyə görədir. Amma ayılacaq. Yəni gördüyünüz kimi yaşıllıq var. Xeyirli olsun inşallah. Bütün bağları da baxıb qurtarıb. İnşallah bu bağları da önümdəki gündən, bugündən sabah 3 gündür bağları gəzirik. Bunları yekunlaşdırıb. İnşallah bir xarici səfərimiz var. Sizin qabağınıza çox gözəl videolarla, məlumatlarla çıxacaq. Bizim üçün də gələcəkdəki atdığımız addımlar üçün də çox xeyirli olacaq bu səfərimiz. Hələ ki açıqlamıram haradır, nədir. İnşallah ki onu da açıqlayacaq. Önümüzdəki günlərdə görəcəksiniz. İnşallah hər kəs üçün xeyirli olar. Xarici ölkələrdə gəzib onların da bağçılıqda nə işlər gördüklərini, hansı addımları atdıqlarını, bizdən nə dərəcədə irəlidədirlər və ya hələ bizdən arxadadılar. Bunları da araşdırmalıyıq. Biz də ona baxıb hərəkətləməliyik. Yəni ki, bundan sonraki 5 ilimizdə hansı addımlar atacaq, hansı cür bağlar qurulmalıdır, yeni layihələr, onlarda nələr var. Onları da araşdırmalıyıq. Təkcə əkdim falan deyil, yeni bazarlar, onları da araşdıracağıq inşallah. Bazar dəyişilməz bazarımız ən xoşuma gələn Rusiyadır, Food City. Amma yeni bazarlar da bu il olacaq inşallah. Onları da göstərəcək. Xeyirli olsun. Uğurlar. Bu videonu da paylaşandan sonra Mehman bəy biləcək ki, buraya gəlmişdim. İnşallah ki uğurlu olsun. Yəni bu elə bax olur. Bağa gəlirim, bir də görürəm bağban özü də gəlib çıxdı. Deyirəm, hardan bildim buradayım? Deyir, kameradan gördüm, gəlmişsən deyir. Belə də olur. Uğurlar olsun həqiqətən. İnanın biz bunların maliyyəsini, ödənişlərimizi alan kimi başqa yerlərə ötürürük. Borclar olur, nə bilim, tezə torpaq məsələləri olur filan. Hamını ora ötürürsən. İnsana qalan yenə də gördüyü işdən həzz almaq olur. Və aradakı hörmət. Həqiqətən. İnşallah ki, həmişə üzağlı olaq, həmişə işlərimizi diyə-gülə görək. Bütün bağbanlara, tinkçilərə, sahibkarlara, biznesmenlərə hamına uğurlar arzulayıram inşallah bu görəcək işlərdə. Bu il mənə elə gəlir ki, bu il tamam başqa bir il olacaq və hamı onun nəticəsini inşallah görəcək. Yəni bu il artıq mən tamam başqa bir modda işləməyə başlayacağam. Bir söz var, kartlar açıq oynanılacaq. Hər bir şey açıq bir şəkildə göstərəcək prosesləri və bu bütün insanlarımız üçün, cəmiyyətimiz üçün xeyirli olacaq. Ona inanıram. Uğurlar olsun buna. Mehman qardaş, bir-iki dənə tutmayan gördüm sənin yerində. Sənə telefonu danışanda hələ bildim bütün ərazi tutmuyor. Vay, yaxşı ki sən 20-30 dənə tutmayan olmayıb burada. Xeyirli olsun.